İşdən evə qayıdarkən yolda uzun tıxac yaranmışdı. Alternativ yollar tapmaq cəhdlərim də boşa çıxdı. Çünki hər yerdə vəziyyət eyni idi. Evə qayıtmağım təxirə salındı. Heç bir yolun məni evimə apara bilməyəcəyini anlayanda Allaha aparan yolların çox və müxtəlif olduğunu iddia edən insanları xatırladım. Bəziləri bu yolların xeyir işlər və xoş davranış olduğuna inanır. Bəziləri də dindarlıq yolunu seçir. Lakin bunlar bizi sadəcə çıxılmaz vəziyyətə aparan yollardır. Rəbbin əbədi huzuruna gedən yalnız bir yol var. İsa Məsih bunu açıq şəkildə bəyan etdi. Yol, həqiqət və həyat mənəm. Mənim vasitəm olmadan heç kəs atanın yanına gələ bilməz. Yəhya 14-cü fəsil 6-cı ayə. O hər kəsin ataya qovuşması, indi və əbədiyyətdə əsl həyatı yaşaya bilməsi üçün çarmıxa çəkildi. Üçüncü günsə ölülərdən dirilərək ölüm üzərində hakim olduğunu bildirdi. Siz də Rəbbi aparmayan çıxılmaz yollarla getməkdən çəkinin. Xivaskara etibar edin. Çünki oğula iman edən şəxs əbədi həyata malikdir. Yəhya 3-cü fəsil 36-cı ayə. Əgər artıq ona iman etmisinizsə, onun sizə açdığı bu yolda rahatlıq tapın. Sona qədər dinlədinizsə, mənimlə birlikdə dua edin. Ya Rəbb, mən sənə öz əbədi taleyimə etibar etmək istəyirəm. Və yalnız İsa Məsihlə qazanıla bilən bu xilas üçün sənə minnətdaram. Amin. Mən sənə güvənirəm Rəbbim, səni dərk etmək istəyirəm.